saraydan ey karar tutufdun, eyvanı yaşıldı hasar sarı. Aşık ey hasar sarı, evin ey hasar sarı, boylan bir dağ başından yarın hasar sarı. Ele çeşminle ey merhem koy ey yaramın üstte, İpek tellerinden hasar sarı. Abele çeşminden ey merhem koy yelen ey yaram üsteye, İpek tellerinden hasar sarı. Bir sarayda karar tutufdu, eyvanı yaşıldı hasarı sarı. Aşık hasarı sarı, evin hasarı sarı, boylan bir dağ başından yarın hasarı sarı. Çeşminden melhem koy yaramın üstte, İpek tellerinden hasar sarı. Ha böyle derd önünden ya derdin alem ey hadil size mey halalam, saralıfdın ey hanergizim halalam. Aşık değer ey halalam, hanergizim ey halalam, öryenmişem ey gem yeyif bir perşan halalam. İlgarından ey halallardan halalam, etmen rengimi hasar sarı. Derd önünde hadilsizem halalam, saralıftı hanergizim halalam. Aşık değer halalam, hanergizim halalam, öryenmişem gem yeyif bir perşan halalam. İlgarında halallardan halalam, etme rengimi hasar sarı. Aşık değer ey kartala, boran talan ey kartala, koyman özcavan kızı bir kocalmış ey kartal. Gurbet diyarında döndüm kartala, koydular yurduma hasar sarı. Abele gurbet diyarından ey ay güzel ey döndüm ey kartala, koydular ey yurduma hasar sarı. Ağayaram yollarımda kartala, yüreğimi borantala kartala. Aşık değer kartala, borantala kartala, koyman özcavan kızı bir kocalmış kartala. Gurbet diyarında döndüm kartala, koydular yurduma hasar sarı. Hər vaxtınız xeyir olsun, hörmətli tamaşaçılarımız, əziz ozanseverlər. Vaxtın və dənin tamamı dəzlərimiz yeni bir mövzu ilə görüşünüzə gəlmişik. Bugün Azərbaycan Aşıqlar Birliyindən danışacağıq. Studiyamızın qonaqları Azərbaycan aşıq sənətinə yetərincə xidmət etmiş insanlardılar. Onların bir qismi bugün də Aşıqlar Birliyində təmsil olunurlar. Və mən əlbəttə böyük məmnuniyyətlə əziz qonaqlarımızı sizə təqdim edirəm. Beləliklə, Azərbaycan Aşıqlar Birliyində yaradıcılıq məsələləri üzrə katib Məhəmməd Əli Məşədiyev, qadın aşıqlar üzrə katib, əməkdar mədəniyyət işçisi Gülarə xanım Azaflı, təşkilati məsələlər və gənclər üzrə katib hörmətli Aşıq Altay Məmmədov
və gənc istedadlı aşığımız Şəhriyar Qaraxanlı. Əziz qonaqlarımız, hər birinizi ürəkdən salamlayıram. Əvvəla xoş gördük. Çox sağ olun. Əziz qonaqlarımız, istəyərdim ki, Aşıqlar Birliyinin son bir ildəki fəaliyyətinə nəzər yetirək. Nə kimi işlər görüldü? Hansı planlar var? Buyurun bu barədə. Əvvəla Qorxmaz müəllim, çox sağ olun. Təşəkkür edirik ki, bugün də vaxtınızı ictimai televiziyaya ayırıb bizim Aşıqlar Birliyinə. Məlumat üçün sizə bildirim ki, bu ilin mart ayının 3-dən İdarə Heyətinin iclasında hörmətli professorumuz, əməkdar elm xadimi, professor Məhrəm Qasımlı Aşıqlar Birliyinə yeni sədr seçilmişdi. Və sədr seçildiyi yandan bayaq adını sadaladığınızı burada iştirak edən və bir neçə nəfər də burada iştirak eləmir. Onların həmin tərkibdə biz fəaliyyətə başlamışıq. Və fəaliyyətə başladığımız andan, yəni mart ayının 3-də əmrimiz verildi. Artıq mart ayının 5-də, yəni bir gündən sonra hörmətli sədrimizin göstərişində mən oldum Gəncə şəhərində. Gəncə şəhərində Kəlbəcər aşıqları ilə ayrılan o Mədinə sarayında görüş keçirdik. Ancaq təkcə Kəlbəcər aşıqları yox. Ümumiyyətcə bütün Gəncəbasarda nə qədər ki Göygöldən, Daşkəsəndən, Şəmkirdən, ondan sonra Goranboydan olan aşıqların hamısı ustadlı, şagirdli, musiqi məktəbində dərs verən müəllimlər, yəni saz sənətinə xidmət edən insanların hamısı orada iştirak elədilər. Bununla da bitmədim. Yenə də sədrimizin göstərişindən sonra oldum mən Borçalı mahalında. Borçalıdan sonra Qazaxda, Gədəbəydə, Şamaxıda, yəni bütün Respublikanın nə qədər saz söz ocaqları var, hamısında biz iştirak etdik. Yəni iştirak etməkdə məqsədi nə idi? Bütün ustadların, aşıqların, saz sənətinə xidmət edən insanların görüşündə bunların təkliflərini biz hamısını qeyd etdim və gəlib sədrimizlə, yəni sədrimizin rəhbəri ilə böyük bir iclas çağırdıq. Bu iclasda ki, hansı təkliflər, nə etmək, nə aramaq lazımdır. Bununla da kifayətlənmədik. Ustad aşığımız Xan Musanı ziyarət etdilər, Aşıq Altay, Aşıq Əli, başda da sədrimiz olmaq şərti ilə. Yəni, nə qədər ustad aşıq var, Ədələt Nəsibov ziyarət olundu. Mən Qazaxda Aşıq Şəhadət Gülməmmədovla bunları ziyarət etməklə beraber, yəni onlar həm unudulmur, həm də onların tövsiyələri Büyün Aşıqlar Birliyinə, gənclərə vacib lazımdır. Yəni, nə qədər ustad, şagird var, hamısının fikirlərini biz cəm elədik. Bu fikirlərdən istifadə edib, bunların dediklərindən və öz bildiklərindən o səpkidə biz işimizi qurduq. Çox sağ olun Məhəmməd Əli müəllim. Fikirlərimiz təbii ki olacaq. Yenə eşidəcəyik sizi. Əzizlərimiz, əməkdaşlarımız Aşıqlar Birliyinə baş çəkdilər. Aşıqlar Birliyinin sədri hörmətli professor Məhrəm Qasımlı da müsahibə götürdülər. O müsahibəni təqdim edirik. Aşıq sənəti həmişə xalqın könlünün, ruhunun mənəvi quruculuq işlərində çox yaxından iştirak edən bir sənət sahəsidir. Bugün də Azərbaycan Aşıqlar Birliyi bu tarixi missiyanın mümkün qədər yüksək səviyyədə gerçəkləşməsinə nail olmaq istiqamətini əsas götürübdür. İstiqamətimiz bu şəkildədir ki, ustad aşıqlara diqqət və qayğı, onların bütün o, belə deyək ki, mənəvi rahatlığını təmin eləyəcək səviyyədə onlara ehtiram bəsləmək, orta yaş səviyyəsində olan və aşıq sənətinin əsas yükünü bugün daşımaqda olan sənətçilərə meydan vermək və yeni böyüyən nəsillər ki, bunlar aşıq sənətinə meyil göstərirlər, onlara dəstək vermək, onları sənət aləminə gətirmək. Yəni, bu üç istiqaməti əsas götürməklə Azərbaycan Aşıqlar Birliyi öz fəaliyyətini gerçəkləşdirir. Müxtəlif bölgələrimizdə, Gəncəbasardan tutmuş Şirvana qədər, Qarabağa qədər ən müxtəlif bölgələrimizdə aşıq sənətinin təbliği və bu təbliğin içərisində də Azərbaycan gerçəkliklərinin, Azərbaycanda gedən iqtisadi, mədəni inkişafın və ölkəmizin dünya miqyasında tanınması ilə bağlı görülən işlərin tərənnümü təbliği də diqqətdə saxlanılır. Bir şey də deyim ki, Azərbaycan aşıq sənətinin UNESCO-nun deməli, dünya sənət şedevrləri sırasında qeydiyyata düşməsindən sonra ki, Mehriban xanım Əliyeva bizim bu işin həyata keçməsində çox böyük fədakarlıq ortaya qoydu. Artıq UNESCO-nun dəstəyindən sonra Azərbaycan aşıq sənətinin Avropada, Amerikada, yaxın şərq ölkələrində təbliği istiqamətində də çox sistemli işlər aparılmaqdadır. Bu il artıq Avropada, Fransada mənim özümün də iştirak etdiyim Azərbaycan aşıq sənəti ilə bağlı böyük simpoziumun keçirilməsi,
daha sonra Xorvatiyada böyük beynəlxalq festivalda Azərbaycan aşıqlarının uğur qazanması və bu uğurun Rusiyada, Türkmənistanda, Türkiyədə, İranda keçirilən tədbirlərdə davam etməsi də Azərbaycan aşıq sənətinin təkcə ölkəmiz miqyasında deyil, ölkə xaricində də, beynəlxalq miqyasda da çox məqsəd yönlü şəkildə və uğurlu şəkildə gerçəkləşməsini ortaya qoymaqdadır. Qarşımızda duran vəzifələr əsasən yenə də ondan ibarətdir ki, böyük ustad sənətkarların ki, bizim klassiklərimiz olub, Dədə Qorquddan Üzübəri, Dədə Qurbani, Xəstə Qasım, Dədə Ələsgər, Molla Cuma və s. bu böyük sənətkarlar, bunların irsinin qorunması, təbliğ olunması, nəşr olunması istiqamətində sistemli fəaliyyəti davam elətdirmək. İkincisi də bugün yaşayıb yaradan ustadlarımıza böyük diqqəti artırmaq, onların repertuarını mümkün qədər yazıya almaq və bugün yaşayan, yaranan irsimizi isə qorumaq, təbliğ etmək və yeni nəsilləri bu kökə, bu ruha kökləməkdir ki, o istiqamətdə məqsəd yönlü iş aparmaqdayıq. Əzizlərimiz, əməkdaşımız Elnurə Səfərova Məhərrəm Qasımlıdan müsahibə götürmüşdü. Biz o müsahibəni sizlərə təqdim etdik. Məhərrəm müəllim gördüyünüz kimi böyük inamla danışır. Çünki bu inama da əsas var. Onun könlündə böyük bir sənət sevgisi var. Ümidvaram ki, Məhərrəm müəllimlə birlikdə çalışan insanlar, ümumiyyətlə sənət sevən insanlar hər birimiz əl-ələ verib bu sənətin inkişafına, sabahına bir xeyir verəcəyik, uğurların üstünə biz də nələrsə əlavə edəcəyik. Aşıq Altay Məmmədov bir saz havası ilə dəyərli tamaşaçılarımızın könlünü oxşasın. Ardınca yenə söhbətimizə davam edəcəyik. Buyurun.
yaşadağlar, 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 ay derdin ağlamay. Möhtərəm tamaşaçılarımız, bəli, Aşıq Altay Məmmədovun ifasını dinlədik. Dubeykdə və səsləndi. Təşəkkürümü bildirəm Aşıq Altay, çox sağ olun. Həm Aşıqlar Birliyində təşkilati məsələlər və gənclər üzrə katibsiz, həm Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində Aşıq Sənəti kafedrasında müəllimsiz, həm aşıqlığınız, el şənlikləri, tədbirlər, əvvəla bu qədər geniş, əhatəli işləri samballa yüksək səviyyədə gördüyünüzə görə təşəkkür edirəm və bir də istəyərdim ki, Aşıqlar Birliyində görülən son tədbirlər bildiyim qədər attestasiya keçirilib, yeni üzvülük vəsiqələri paylanıb. Bu barədə buyurun. Aşıqlar Birliyi yeni fəaliyyətə başladığı zaman Məmməd Əli müəllim müəyyən hissələrini qeyd elədi. O hadisələrdən sonra, yəni o mübarək hadisələrdən sonra ki, biz ustadlara, ümumiyyətlə əməkdaşlarımız bizim hörmətli professor Məhərrəm Qasımlının göstərişindən baş çəkildikdən sonra attestasiya məsələsi meydana gəldi və idarə heyətinin qərarından aşıqlarımız, yəni keçmiş üzvlər attestasiya olunmağı nəzərdə tutuldu və bu komissiyanın da sədri Məhərrəm Qasımlı, hörmətli professorumuz məsləhət gördü ki, mən olan və bir neçə bizim sənətkar, usta sənətkarlarımızdan ibarət üzvlər təyin olundu və aşıqların attestasiyası 2 ay müddətində davam etdi. Səhv etmirəmsə, komissiyanın üzvləri Mahmud Məmmədov, İsfəndiyar Rüstəmov kimi ustad aşıqlarımız idi, deyil mi? Bəli, əlbəttə. Gülarə xanımın özü də həmin komissiyanın tərkibində idi. Ulduz xanımın özü komissiyanın tərkibində idi və 2 ay müddətində komissiya davam etdi və komissiyanın məqsədi nədən ibarət oldu? Bizim bildiyimiz kimi sədrimiz elm adamı olduğu üçün o aşıqların daha çox bu folklor sənətində, aşıq sənətində bu sənəti bacarmaqla yanaşı elmi nöqteyi nəzərdən də bilgisi yoxlanıldı və bu attestasiya müəyyən mənada müəyyən adamlar tərəfindən biraz qısqanclıqla qarşılansa da, ancaq ümumiyyətlə elm adamlar tərəfindən, ziyalılarımız tərəfindən çox yüksək səviyyədə qarşılandı və çox gözəl nəticələrini gördük. Məsələn, burada bizim köhnədən olan üzvlərimiz o demək deyildi ki, kimsə üzvlükdən kənarlaşdırıldı. Sadəcə olaraq birliyə dəvət olundu, onlarla, yəni ustad aşıqlarla, orta nəslin nümayəndələrindən söhbətlər aparıldı, onlara müəyyən təlimatlar verildi, gələcəkdə bizim aşıqlar nə iş görməlidirlər. Yəni onların yaradıcılığı barədə məlumatlar toplandı və müəyyən tapşırıqlar verildi ki, öz yaradıcılığını, digər folklor nümunələrini toplamaqla məşğul olsunlar və birlikdə yaranmış bu komissiyaya təqdim olunsun, zaman-zaman təqdim olunsun və gələcəkdə də bu bizim bazamızın, aşıq sənəti bazasının genişlənməyinə xidmət edən bir hadisə. Və eyni zamanda burada bir əlamətlər hadisədə ondan ibarət oldu ki, yeni üzvlərimizin qəbulu. Bu necə aparıldı? Yeni üzvlərimizin qəbulu, burada bir neçə maddə bizim komissiya tərəfindən nəzərdə tutuldu. Hörmətli sədrimizin özü başda olmaqla həmin maddələri, məsələn, aşıqlar 30-a qədər aşıq havasını sərbəst çalıb oxumağı bacarmalıdırlar. Söhbət aşıqlardan gedir, aşıq sənətini bacaranlardan gedir. Bir neçə dastan haqda aşıqların məlumatı olmalıdır. Aşıq şeir şəkilləri haqqında gənclərin məlumatı olmalıdır. Bizim klassik aşıqlarımızdan, üzü qurban edən müasir dövrümüzün ustad aşıqlarına qədər hamısının da olmasa ümumilikdə bir məlumat olmalıdır. Bu çox gözəl bir əlamətdir ki, yəni bu attestasiyanın çox gözəl bir əlaməti bundan ibarət oldu ki, artıq bu gənclər məsuliyyət daşıdılar. 2 ay biz ona vaxt vermişdik ki, bu 2 ay ərzində hazırlaşdılar. Bəli, burada Məmməd Əli müəllimin çox böyük xidmətləri oldu və bizim vəsiqələrimiz də yenidən müasir formada hazırlandı. Yəni vəsiqəmiz, yəni vəsiqə daşıyanlar yəni görürlər ki, artıq burada bizim 3 rəngli bayrağımız, Azərbaycanın xəritəsi, ondan sonra sazımız, müəyyən elementlər, vacib elementlər var ki, bizim vəsiqənin üzərində öz əksini tapdı və artıq 300-dən artıq üzvə vəsiqə paylanıb.
Altay müəllim çox düzgün, geniş məlumat verdi Aşıqlar Birliyinin fəaliyyəti haqqında və həmin dövrdə sədrimizin əmri ilə eyni zamanda 2 komissiya yaradıldı. Komissiyanın birinin sədri Attestasiya Komissiyasının sədri Altay müəllim oldu üzvlərinin. Bir də bizdə bədii şura var. Yeni üzvlərin qəbul edilməsi haqqında bədii şura var. Orada da bizim gözəl aşıqlarımız Neymət Qasımlı, Abbas Musaxanoğlu, Ramin Qarayev və başqaları burada təmsil olunublar. İşi bu qədər profesional qurmaq əlbəttə ki, tamaşaçıların, minlərlə sazsevərin arzuladığı bir haldır. Və tez-tez paytaxtın müxtəlif böyük salonlarında ustad aşıqların yubileylərinin keçirilməsi, gənc aşıqların birlikdə çıxışından ibarət konsert proqramının təqdim olunması Aşıqlar Birliyinin düzgün yolla irəlilədiyinin göstəricisidir. Mən də bir daha bir sazsevər kimi, Ozan proqramının yaradıcı heyətinin bir üzvü kimi sizə təşəkkür edirəm, uğur arzulayıram. Bir məqsəd xalqa xidmət eləmək. Dövlətimizə, dövlətçiliyimizə, millətimizə xidmət eləmək və eyni zamanda bizim Ozan sənətini, saz sənətini müasir gəncliyə sevdirmək. Ən böyük amalımız bu olubdur. Sənət yolu, sənətə baxış prizması çox uğurla seçilib. Məncə faydası yaxın gələcəkdə özünü bürüzə verəcək və mən istəyərdim Gülarə xanım, sizi bir gözəl saz havası ilə mikrofonda gözləyək, buyurun. Bənzər harda qəm olsa, qəhrə həmdəm olmaz, ağlı kəm olsa, daşlara çırpardım, xəzinəm olsa, oyaq bəxtim, bir də sağcan olaydı. Gəzdiyim yerlərini istər ürəyim, gəzdiyim yerləri istər ürəyim, açıla bahar may balam, yetə diləyim, yetə diləyim, yetə diləyim. Qızıl gül yastığım, nərgiz döşəyim, qızıl gül yastığım ey, nərgiz döşəyim, lalələr üstümdə yorğan olaydı, yorğan olaydı, yorğan olaydı.
Namərd tez qocal bey köçə dünyada. Mərdin iki dəfə ay balam cavan olaydı, cavan olaydı, cavan olaydı. Əzizlərimiz, Gülarə xanım Azaflının ifasında Hüseyin havası dinlədik. Mühürbənddən də eşitdiyiniz kimi böyük bir ozanımız Mikail Azaflının könül dünyasından bir şeirə də bizi qonaq etdi. Mən minnətdaram, çox təşəkkür edirəm. Gülarə xanım, xanım aşıqların fəaliyyəti həmişə qənaət bəxş olub. Ümumiyyətlə, qadın aşıqların səhnədə yeri həmişə görünüb. Tarixdən üzübəri ərəb zəngi ilə, zərnigarla, Pəri ilə, Bəsti ilə, Sona ilə, neçə-neçə xanım sənətkarlarla kişi aşıqlarımız üz-üzə oxuyublar, səhnəni paylaşıblar və tamaşa edən insanların könül dünyasına estetik zövq bəxş edə biliblər. Bugünkü gənc nəsil xanım sənətkarların fəaliyyəti necədir? Bir ustad kimi, ustad ocağının nümayəndəsi kimi sizi nələr razı salır, nələr narahat edir? Bugün sağ olsun saz sənətinə, ozan sənətinə gənc qızlarımız gəlirlər. Yəni, maraq böyükdür qızlarımızda. Və mən də bunu əlaqələndirirəm ki, bizim Aşıq Pəri məclisi olmuşdu, yadınızdasa. Yəni, o Aşıq Pəri məclisi bugün də fəaliyyət edir və orada bizim çox gözəl çalıb oxuyan qızlarımız var. Və baxıblar ulu nənələrinin yolunu davam etdirmək istəyən qızlarımız çoxdur və bugün də gənc qızlarımız gəlirlər. Eyni zamanda bu saat mənim özümün rəhbərlik elədiyim Çeşmə Folklor qrupunda hardasa bir 8 nəfər bizim saz çalan qızımız var. Müəyyən səbəblərdən olur ki, tədbirlərdə bəzən çıxır, bəzən çıxmırlar. Amma çox gözəl, yəni böyük maraq var, böyük istək var və biz də onlara çalışırıq ki, yer verək, onlara kömək eləyək, onlara dəstək olaq. Sağ olsun Aşıqlar Birliyi ki, bu işdə bizə çox böyük kömək eləyir. Yəni qızlarımızın onlara böyük stimul verir ki, onlar doğrudan da nəsə bir şey eləmək istəyirlər. Bizim sabahımız, mədəniyyətimizin inkişafı, mədəniyyətimizin o rəngarəngliyi elə bu gənc nəsillə 1-ə 5 artmış olsun. Həqiqətən bu qədər madam ki, fürsət verilib, onlar üçün bir tribuna yaradılıb, onlara ən başlıcası inam var, etibar var. Onlar da yəqin ki, vaxtı fötə verməyəcəklər, üzərlərində çalışıb sizin kimi ustadlardan bacardıqları qədər əks edəcəklər. Məhəmməd Əli müəllim, Aşıqlar Birliyi tək musiqiçilərin cəm olduğu bir birlik deyil. Yaradıcılıq etibarilə də orada xeyli yəqin ki işlər gedir. Ən azı Məhərrəm Qasımlının bir elm adamı olmağı onun musiqi ilə paralel elmi tərəflərin də inkişafına, təbliğinə yəqin ki vaxt ayırması ilə nəticələnir. Nə kimi işlər görülür? Çox düzgün vurğuladınız. Qorxmaz müəllim. Ümumiyyətlə Aşıqlar Birliyi təkcə çal-çağır idarəsi deyil. Bura bir elmi metodiki mərkəzdir. Ona görə də artıq hörmətli sədrimizin rəhbərliyi ilə 2 cildlik 1200 səhifədən ibarət Azərbaycan Aşıq Ensiklopediyası artıq çapdadır, hazırdır. Ustad aşıqların kitabları artıq çapdadır, hazırdır. Sonra Azərbaycan Aşıq Antologiyası, o da çapa verilir. O da demək olar ki, yaxın günlərdə işıq görəcək, hazırdır. Bunların hamısında bir mənalı olaraq hörmətli sədrimizin əməyi və zəhmətimizin məhsuludur. Bir daha uğur arzulayıram. Eşitdiklərimiz bizi çox məmnun edir. Çox nikbin fikirlərə qərq oluruq. Nə yaxşı ki, məhz bu şəkildə profesional insanların cəm olduğu bir məkanda aşıq sənəti tribuna qazanır. Mən bir daha minnətdaram sizə. Biraz əvvəl Gülarə xanım dedi ki, Çeşmə Folklor qrupuna rəhbərlik eləyir. Gənc, istedadlı xanımların cəm olduğu gözəl bir qrupdur. Bəlkə biz onları bir tribunada görək, bir səhnəyə dəvət edək. Qoy bu söhbətimiz həm də gənclərə olan o dəstək adlı fikirlərimizi əyani şəkildə sübut edək, gənclərimiz səhnəyə buyursunlar. Buyursunlar və onu da qeyd edim ki, bizim Çeşmə Folklor qrupu bu yaxınlarda Türkiyədə oldu. Çox gözəl çıxışlar oldu, orduların çox gözəl yüksək səviyyədə və gözəl də qarşılandılar. Buyursunlar.
karşında yarıl boylanır karşında yarıl boylanır karşında yarıl boylanır karşında. Aman okçuğun keçti oyan okçuğun keçti aman okçuğun keçti oyan okçuğun keçti ovun keçti ovun keçti ovun keçti ovun keçti. Aman okçuğun keçti oyan okçuğun keçti aman okçuğun keçti oyan okçuğun keçti ovun keçti ovun keçti ovun keçti ovun keçti. Alca kız diyen sözünü aman geri bas gözünü oyan geri bas gözünü aman geri bas gözünü. Alca kız diyen sözünü aman geri bas gözünü oyan geri bas gözünü aman geri bas gözünü. Aman geri bobun keçti oyan geri bobun keçti aman geri bobun keçti oyan geri bobun keçti ovun keçti ovun keçti ovun keçti ovun keçti. Aman okçuğun keçti oyan okçuğun keçti aman okçuğun keçti oyan okçuğun keçti ovun keçti ovun keçti ovun keçti ovun keçti. Aman geri bobun keçti oyan geri bobun keçti aman geri bobun keçti oyan geri bobun keçti ovun keçti ovun keçti ovun keçti ovun keçti. Aman okçuğun keçti oyan okçuğun keçti aman okçuğun keçti oyan okçuğun keçti ovun keçti ovun keçti ovun keçti ovun keçti. Əziz və dəyərli tamaşaçılarımız, bəli, Gülarə xanım Azaflının rəhbəri olduğu Çeşmə qrupunun ifasını dinlədik. Gülarə xanım həm qrupun üzvlərinə həm sizə təşəkkür edirik. Eynimiz açıldı, könlümüzə bir fərahlıq gətirdi bu gözəl musiqi. Çox sağ olun, İstedadlı xanımlardılar, bir qismini də uzun illərdir tanıyıram. Radioda qonağımız olub xüsusən Xatirə xanım və ümidvaram ki, gələcəyin çox məşhur aşıq qruplarından biri kimi Çeşmə qrupu öz sözünü deyəcək. Altay müəllim, gəlin biraz səfərlərə nəzər yetirək, təşkilati məsələlər üzrə katibsiz. Səfərlərə gediş necə tənzimlənir? Çünki inciklik ola bilər, bir ölkəyə gedənin digər ölkəyə iddiası ola bilər ki, yenə mən gedəcəm və yaxud da biri diqqətsizlikdən gileylənə bilər. Ümumiyyətlə, səfərlərə gedərkən o konferansların, tədbirlərin mövzusuna uyğun qonaqlar seçirsiniz, yoxsa balanslı şəkildə hər dəfə bir komandanın getməyinə şərait yaradırsınız? Osman müəllim, çox sağ olun, çox gözəl qeyd etdiniz. Ümumiyyətlə, sədrimiz, hörmətli Profesor Məhərrəm Qasımlı bu məsələlərdə çox diqqətlidir. Buna istər-istəməz onun uzun illər bu televiziyada çalışmağı, sənətkarlarla çalışmağı, elm adamı olmağı və bu geniş təcrübəsi bu sənətkarlarla işləməyi çox rahat şəkildə yoluna qoyur. Və mən bu müddət ərzində bir şey qeyd eləmək istəyirəm. Bizim bir neçə dövlət əhəmiyyətli tədbirlərimiz oldu ki, o cümlədən xarici ölkələrə bizim səfərlərimiz, onu qeyd edeyim ki, hörmətli Sənubər xanım Bağırova bizim xarici məsələlər üzrə sədrin katibidir Aşıqlar Birliyində. Deməli, səfərlərimiz Şirvan aşıqlarının Fransa səfəri oldu. Sonra aşıqlarımızın Xorvatiya səfəri oldu. Məmmədəli Məşədiyevin rəhbərliyi ilə Dağıstan Respublikasına Gədəbəy aşıqları səfərə göndərildi. Sonra Türkiyəyə bayaqları qeyd olundu, Gülarə xanımın Çeşmə folklor qrupu səfər etdilər və eyni zamanda noyabrın 1-dən 5-nəcən Mədəniyyət və Turizm Nazirliyinin əmri ilə və Aşıqlar Birliyinin dəstəyi ilə Türkmənistana, Aşqabad şəhərinə
Koroğlu eposunun dünya mədəniyyətində rolu adlı böyük ilmi konferansa bir qrup aşıqlar mənim özümün iştirakımla səfər etdik və burada Bakı Musiqi Akademiyasının kafedra müdürü Tariyel Məmmədov, balaban ustası İbadət Allahverdiyev, Aşıq Nəbin Ağayev və mən. Burada Koroğlu havaları seçilmişdi. Koroğlunun səfərlərindən qısa bir məlumat verilirdi və eyni zamanda Koroğlunun havalarından oxunurdu. 15 dövlətin sənətkarlarının iştirakı ilə keçən... Necə qarşılandı? Bizim üçün çox maraqlıdır. Ümumiyyətlə, hər xalqın, türk dilli xalqların özünə məxsus Koroğluya yanaşması var. Bizim Koroğlunun da indi biz yəni onu oxuduğumuza görə demirəm, xüsusi bir böyük əhəmiyyəti var ki, həm o zilxanlığında, həm havanın qədimliyində istər-istəməz çox gürültülü alqışlarla qarşılandı. Məhəmməd Əli müəllim, sanki Koroğlu bizim aşıqların təqdimatında özünü tapa bilir. Koroğlunun Koroğluluğu, əzəməti, o gücü, qüdrəti bizim aşıqların təqdimatında daha yaxşı görünür. Çox düzgün vurulursunuz Qorxmaz müəllim. Ümumiyyətcə, xarici səfərlərdən birində də mən iştirak etdiyimdən onu mən sizin diqqətinizə çatdırmaq istəyirəm ki, biz Rusiyada, yəni Dağıstan bölgəsində 10 nəfər aşığın iştirakı ilə orada iştirak etdik və orada çox möhtəşəm bir tədbir idi. Ona görə ki, Dağıstan Respublikasının şəxsən prezidentinin özü iştirak etdiyi bir tədbir idi. Və orada Azərbaycan aşıqlarının o təlim tərbiyəsi, o hansısa məşqlərdə düzgün özünü aparması, belə məsələni ortaya qoydular ki, bizim təlim tərbiyə, oturuş duruş və Azərbaycan aşıqlarının o geyimi, çünki orada var, buna görə bizi orada birinci yerə qoydular. O gedişdəki o küçə ilə ki, artıq 1 kilometrə yaxın məsafəni çalıb oxuya, bütün Respublikanın əhalisi ki, oraya tökülmüşdü, oraya gəlmişdi. Orada siz təsəvvür edin, o nə qədər adam fərəh duyurdu ki, birinci yerdə bütün qarşılanmalarda Azərbaycan gedir, Azərbaycan bayrağı gedir. Təşəkkürümü bildirəm, dəyərli tamaşaçılarımız. Bax, beləcə proqram gedişində biz çalışırıq ki, Aşıqlar Birliyinin fəaliyyətini işıqlandıraq, son bir ilə ümumi nəzər yetirək. Amma həqiqətən çox geniş işlər görülüb, çox böyük işlər görüb Aşıqlar Birliyi. Məhərrəm Qasımlının çevrəsində olan insanlar sözü, sənəti bilən insanlardılar, yetərincə nüfus sahibləridirlər və onların işi əlbəttə ki, şəffaf olmalıdır. Necə ki, danışıqlarından, səfərlərin təhlilindən biz bunu aydın sezə bilirik. Amma bu gözəl, könül açan söhbəti bir gözəl saz havası ilə bəzəmək lazımdır. Könlümüzə Şəhriyar Qaraxanlının o həzin səsi düşüb, buyursun. Yollar çendin ey dumandı, yol gider ayam, yollar çendi dumandı, yar yoldaşım bir sen gibi şey yumandı, yar yoldaşım ey bir sen gibi şey yumandı. Yalnız kalmay ah yamandı. Oxun ozan ey, oxu mənim ey dərdimi. Oxun ozan ey, oxu mənim ey dərdimi. Taşla könül
Ocaq yerine köz yeri Təşinə könül ocaq yerine köz yeri Bir deyən yok dert bizimdir ey döz yeri Bir deyən yok dert bizimdir ey döz yeri Ay mənim sinəm deyilməmiş söz yeri söz yeri Oxun ozayan oxu mənim ey dərdim Oxu babayam oxu mənim ey dərdim Aslitim ya dellere sığmazım Aslit ya dellere sığmazım Demir ilmeye daş bileksin ey toxunmaz ailelem Demir ilmeye daş bileksin ey toxunmaz Benim derdim Özge dildayan okunmaz ay okunmazım Benim derdim özge dildayan okunmazım Okun o zaman oku benim ey derdim Okun o zaman ey oku benim ey derdim Bələzilərimiz Şəhriyar Qaraxanlının ifasını dinlədik, ağır şərlavasını təqdim etdi. Çox sağ olun, çox minnətdaram. Məhəmməd Əli müəllim, gənclərlə bağlı Aşıqlar Birliyinin çox ciddi layihələri var. Neçə rayonda aşıqlarla birlikdə gəzmişsiniz, tədbirlər keçirmişsiniz. Aşıqların Bakıda son yekun konsertindən sonra onların ifalarından ibarət bir albom da işıq üzü görmüşdü. Buyurun, biraz daha açıq şəkildə sizdən. Bəli, Qorxmaz müəllim, biləsiniz ki, Azərbaycan Respublikasının prezidenti yanında qeyri-hökumət təşkilatlarına Dövlət Dəstəyi Şurası ilə Azərbaycan Aşıqlar Birliyinin birgə bir layihəsi var idi. Misri gənc aşıqların yaradıcılıq dərsləri. Burada məqsədi nə idi? Bütün bölgələrdə, o cümlədən Bakı şəhərindən başqa əlavə 5 bölgədə Qazax, Toz, Gədəbəy, Göygöl, Şamaxı rayonlarında o ərazidə yerləşən gənc aşıqlarla ustadların yaradıcılıq dərslərinin, təlimlərin, konferansların keçirilməsi. Mən deyərdim ki, nə bir ustad kənarda qaldı bu layihədə, nə bir gənc kənarda. Yəni, təxminən 300-ə yaxın gənc bu təlimlərdə iştirak etdi. Bunların arasından biz 30 nəfəri gənc seçdik. 30 nəfəri gənc seçdik və onların hamısı da ayrı-ayrı ifalar, heç hansı təkrar olunmamaq şərti ilə Rəşid Behbudova mahnı teatrında bunların yekun konserti oldu və bunların diski işıq üzü gördü. Bu gənclərə mən deyərdim ki, ən böyük töhfədir və bu sahədə, bu səpkidə işlərimiz hələ qabaqdadır, davam edir, həmişə də olacaq. Aşıq sənəti bugün ölkənin ictimai, siyasi, mədəni həyatında fəal iştirak edir. Dövlət müstəqilliyinin 25 illiyinə həsr olunmuş tədbir, şeir və ifa baxımından o qədər uğurla seçilmişdi ki, hər biri bir bölgənin sanki vəsfinə həsr olunmuşdu. Sanki ölkəmizin bugün çiçəklənməsi, inkişafını təbliğ etmək üçün uğurla seçilmişdi. Dəstəyinizlə, sizin də tövsiyələrinizlə gənc nəsil aşıqlar bu istiqamətdə tərbiyələnirlər, mən sizə minnətdaram. Əziz dostlar, dəyərli televiziya tamaşaçıları, biraz sonra Altay Məmmədovun ifasını eşidəcəyik. Bizə ayrılan efir saatı başa çatmaq üzrədir. Bugün biz Azərbaycan Aşıqlar Birliyindən, birliyin son bir ildə gördüyü işlərdən danışdıq. Sağ olun, salamat qalın.
şehit yüzümüz, şehit yüzümüz.